Elə yerlər var ki, içinə laylak qoyurlar. Bizim o xaçlama hazırladığımız kimi. Bəzi yerlərdə də belə hamısını bir yerə yığır. Sonda hamısını bir yerdə qarışdırıb qazana yığır. Yəni belə olanda mənə elə gəlir daha dadlı olar. Çünki hamısının bir-birinə öyle suyu qarışır. Əvəzləri bir yerə yığdıq. Onun qəşəng indi əti də üzərinə əlavə edib duz üstüyotunu vurub qəşəng qarışdıracağıq. 2 qaşıq duz. Qaşığımız biraz balacadır. Türklər baxıram ki, yaman çox üstüyot əlavə edirlər. İndi mədəsində zətdə problem olanlar üçün biraz üstüyot çox da yaxşı bir şey deyil. Bunu inşallah yaxşıca yoğuracağıq. Hamısı bir-birinə qarışsın deyə. Saxsı qazanında istifadə etdiyiniz zaman üzərinə belə dəmir lis qoyursunuz. Qazı da çox vermək lazım deyil. Qazı yəni bir xodda, vam xodda qoyursunuz. Misal üçün qonağınız gəldi, tez bişsin, qazın xodunu artırım. Yəni elə eləmək olmaz. Çünki bu qazanın da materialı gildir. Yəni ani temperatur dəyişkənliyi olsa, yəni bu qazanlar çartlaya bilir. Çox vaxt yəni saxsı qazanların çartlama səbəbi də odur. Yəni qazın üzərinə qoyursunuz bişirmək üçün. Görürsüz qonağınız gəldi. Əsasən restoranlarda müştəri sifariş tezləşdirir. Tez olması üçün qazın xodunu artırıb çoxaldanda, yəni bunlar sına bilər. Ona görə vam xodda qoyuruq, bir xodda dəyişməmə şərti ilə. Bir 3 saat müddətində inşallah bişəcək.